Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test topusunda yer alan Osmanlı dövlətinin yaranmasıdır. Gəlin başlayaq. Birinci sualımıza baxaq. 14-cü əsrdə Gelibolu ələ keçirərək Balkanlara hücum üçün əhəmiyyətli mövqe qazandılar. Cavab burada olmalıdır. Osmanlı türkləri. Söhbət 1354-cü ildə Gelibolu qalasının ələ keçirilməsindən gedir. 14-15-ci əsrlərdə Osmanlı dövlətində sultandan sonra ikinci vəzifəli şəxs təbii ki də baş vəzir idi. Baş vəzir dövlətdə bütün mühüm məsələlərə, eyni zamanda möhrün saxlanması məsələsinə də nəzarət edirdi. Sultan 1-ci İldırım Bayazid Bolqarıstanı tabe etdi. Niqbol döyüşü nəticəsində İldırım Bayazidin hakimiyyət illəri 1389-dan 1402-yə qədər idi. Niqbol döyüşü isə 1396-cı ildədir. Osmanlı dövlətinə aiddir. Terek ola bilməz. 1395-də idi və Teymuri ilə Toxtamış arasındaydı. Sərbədarlı üsyan Teymurilər dövlətinə yox, amma yəni Çağatay ulusuna aid idi. Malazgirt döyüşü 1071 Səlcuqla Bizansa aiddir. Dənənkən Səlcuqla Qəznəviyə aiddir 1040-cı ildə. Kosovo vuruşması 1389-cu ildə Osmanlıda Sultan 1-ci Murada aiddir. Daha sonra da döyüşü oğlu davam elətdirir İldırım Bayazid. 14-15-ci əsrdə Osmanlı dövlətində Timar adlanırdı. Timar əsgərləri və xırda dövlət məmurlarına paylanan torpaqlar idi. D düzgün variantdır burada. 14-15-ci əsrlərdə Osmanlıda dəftərdar kim idi? Maliyyə işlərini nəzarət edən şəxs. Timar torpaq sahibliyi mövzudur. Yenə Osmanlıda hərbi xidmət müqabilində verilən torpaq idi. 14-15-ci əsrlərdə Osmanlı İmperiyasında əsgərlərə və xırda dövlət məmurlarına torpaq mülkiyyət forması hansı verilirdi? Cavab burada olmalıdır. Timar. Ümumiyyətlə, Timarda Osmanlıda torpaq mülkiyyət formaları həm Timar, həm də ziyamət idi. Osmanlı dövlətində yaradılan yeni piyada qoşun növü Yeniçəri idi. Yeniçərilər deməli, Osmanlı dövlətində yaranmışdı ilk dəfə Orxan Qazinin dövründə. Orxan Qazi eyni zamanda demişdik, ölkənin sancaqlıqları və paşalıqları bölmüşdü və Yeniçəri yetim uşaqlardan, xristiyan uşaqlardan təşkil olunurdu. Onlar gəlib sarayda hərbi cəhətdən təlim görürdülər. 14-cü əsrin əvvəlində yaranmış dövlət 1302-ci ildə Osmanlı dövləti, Göytürk 552-ci ildə idi, Böyük Moğol dövləti 1526-da idi, Qəznəlilər 962-ci ildə idi, Böyük Səlcuq isə 1038-ci ildə idi. Anadolu Səlcuq sultanlığının zəifləməsi nəticəsində Kiçik Asiyada yaranmış qüdrətli türk müsəlman dövlət təbii ki də Osmanlıdır. 14-cü əsrin əvvəlində Kiçik Asiyada yaranmışdır və həmin dövlətin banisini soruşur. Yenə eyni şəkildə 1302-ci ildə söhbət gedir. Osmanlı dövlətinin banisi Osman bəy idi. Osmanlı dövlətinə aiddir, soyurqal ola bilməz. Soyurqal Ağqoyunlu Qaraqoyundadır. Panipat vuruşması Dehlidədir və Moğol sonra yaranır. Sərbədarlı üsyanı Çağatay ulusuna aiddir. Yəni Teymurilər dərsində keçirik. Dənənkən 1040-da Malazgirdə aiddir. Yəni Səlcuqlara. Timar torpaq sahibliyi isə Osmanlıya aid idi. Y düzgün variant. Torpaq mülkiyyət formaları Uc dedik Səlcuqda, Cagir Moğolda, Timar isə Osmanlılar dövründə idi. Ardıcılığı düzsək, Böyük Səlcuq, Moğol və Osmanlı C düzgün variantdır. Osmanlı dövlətinə mövcud olmuş torpaq mülkiyyət forması. Deməli, torpaq mülkiyyət forması burada Timardır. Bundan əlavə ziyamətdə görmək olar. Osmanlı dövlətinin adı buraxılan hökmdar Osman bəy, Orxan Qazi, daha sonra isə 1-ci Murad hakimiyyətdə olmuşdu. Osmanlı dövlətinin adı buraxılan hökmdar yenə Osmanlıdan sonra gəlir Orxan. Adı buraxılan hökmdar Osman, Orxan, 1-ci Murad 1389-da öldürüləndən sonra hakimiyyətə gəlir 89-cu ildə 1-ci Bayazid. Osmanlıların qalib gəldiyi döyüşlər Çirmə 1371, Kosovo 1389, Otluqbeli 1473, Ankarada Uduzurlar 1402-də ona görə çıxıram, Malatyada Uduzurlar 1473-cü ildə Ağqoyunlulara ona görə çıxıram, Çaldıran döyüşü 1514-cü ildə qalib gəlmişlər Səfəvilər üzərində, A-nı düzgün götürürük, Dənənkən Osmanlılara aid deyil, Səlcuqlara aiddir. Gümrü döyüşü də deməli Rusiya ilə Osmanlı arasında 1806-12-ci illərdəki müharibə dövründə 1807-ci ildə baş vermişdi. Bunu da ona görə çıxırıq. Osmanlıların iştirak etdiyi döyüşlərin sırasını tamamlayaq. Kosovo
1389, Ankara 1402, Otluqbeli 1473. Deməli 1402 ilə 1473 aralığında bir il olmalıdır. Lənkəran 1040-dır və Osmanlıya yox, Səlcuqa aiddir. Malazgirt 1071-dir, Səlcuqa aiddir. Malatya 1473-dədir. Elə Malatyanı burada düzgün olaraq götürməliyik, çünki aralarında cəmi 10 gün fərq var idi. Burada Malatyanı yazırıq. Almabulağı döyüşü buna aid deyil, 1503-cü ildə Səfəvi ilə Ağqoyunlular arasındadır. Muş isə 1467-də Qaraqoyunlularla Ağqoyunlular arasında baş vermişdir. Cavab olur C variantı. 1453-cü ildə Konstantinopol Osmanlılar tərəfindən fəth olundu. 1453-də eyni zamanda 100 illik müharibənin başa çatmasını da götürmək olar. Bir də Uzun Həsənin hakimiyyətə gəlməsini də götürmək olar. Osmanlı İmperiyasına aid olmayan sülh müqaviləsini soruşur. Deməli, Qəsrşin 1639 Osmanlı ilə Səfəvi, Kiçik Qaynarca Rusiyanın Osmanlı arasında 1774-cü ildə, Buxarest 1812-ci ildə yenə Osmanlı ilə Rusiya arasındaydı. Peterburq müqaviləsi, deməli Peterburq müqaviləsi də 1723-cü ildə idi, sentyabr ayının 12-sində. Peterburq müqaviləsi amma deməli Osmanlıya aid olmadığına görə elə C-nin düzgün variantı kimi götürürəm. San Stefano isə Rusiyanın Osmanlı arasındaydı. Ona görə 22-də cavab olur C variantı. Türk dövlətləri arasında olmamış döyüş. Yəni deyir ki, hansı döyüşdür ki, türklər arasında yox, məsələn, türklərlə serblər arasında və yaxud da türklərlə Monqol olsun, yəni və yaxud da türklərlə Bizans arasında olsun. Deməli, Çirmən döyüşü. Çirmən döyüşü olmuşdu serblərlə Osmanlılar arasında. Ona görə elə A düzgün variantdır 23-cü sualda. Ankara Teymurilərlə Osmanlılar arasında olub, hər ikisi türk dövlətidir. Malatya Ağqoyunlu ilə Osmanlı arasındadır, hər ikisi türk mənşəlidir. Otluqbeyli də eyni şəkildə hər ikisi də Ağqoyunlu və Osmanlı türk mənşəlidir. Çıldır döyüşü isə 1578-ci ildə Osmanlı ilə Səfəvi, bunlar da türk mənşəlidir. A düzgün variantdır. Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyət dövrünə aiddir. Bizansın fəth edilməsi Fatih Sultan Mehmetə aiddir. Misirin fəthinin baş çatdırılması Səlimə aiddir. Dövlətin paytaxtının Ədirnəyə köçürülməsi 1-ci Muradın dövrünə aiddir. Bursadan Ədirnəyə köçürüb. Paytaxtın Bursaya köçürülməsi Orxan Qaziyə aiddir. Gelibolu'nun fəthi isə deməli 54-cü ildə idi. Bu da Orxan Qaziyə aid idi. 1354-də. Uyğunluq gözlənilmişdir. Tiyul deyir ki, Qəznəlilərdə xeyir yanlışdır. Tiyul Səlcuqlarda da yox idi, Səfəvilərin dövründədir. Timar Osmanlılarda deyə 5-i götürə bildim. Ucuz da Səlcuqdadır deyə 6-nı da götürürəm. Daha sonra deyir ki, Timar Səlcuqlarda yox və yaxud da Timar Qəznəlilərdə yox. Dedik Timar sırf Osmanlıya, Ucuz da sırf Səlcuqa aiddir. Cavab olur 5-dən 6. Osmanlı dövlətinin iştirak etmədiyi döyüş Panipat. Elə Dehli ilə Moğol arasında olmuşdu. A variant düzgündür. Kosovo döyüşü Osmanlı ilə serblər arasındaydı. Beynəlxalq Niqbolu Osmanlı ilə sərblər arasındaydı. Yəni Bolqarıstan tabe olunur. Çirmən serblərlə Osmanlı arasında, Ankara Osmanlı ilə Teymurilər arasındaydı. Osmanlılarla serblər arasında olmuş döyüş Çirmən döyüşü. C variantı düzgündür. Osmanlıların qalib gəldiyi döyüşlərdən deyil, qalib gəldiyi döyüşlərdən deyil, Ankara 1402-də Teymurilər qalib gəlmişdi. Osmanlı tarixi ilə bağlı olmayan döyüş Ankara Osmanlı ilə Teymuri, Kosovo Osmanlı ilə Serb, Çirmən Osmanlı ilə Serb, Sadova Maltepe'yə baxaq, bu da Osmanlıdadır 1354-cü ildə, amma Sadova döyüşü 1866-cı ildə idi və Osmanlıya yox, Prusiyaya aid idi. Prusiya müharibəsinə aid idi, yəni Almaniyaya. Kosovo və Çirmən döyüşlərinin oxşar cəhətini deyək. Deyək ki, serblərin Osmanlı qoşunlarını məğlubiyyətə uğratması, əksinə serblər məğlubiyyətə uğrayıb. Ona görə də serblərin Osmanlılar tərəfindən məğlub edilməsi düzgün cavabdır. Malatya ilə Ankara döyüşlərinin oxşar cəhəti hər ikisinin Osmanlıların məğlub olması. Malatyada Osmanlılar, Ağqoyunlular məğlub olmuşdular. Ankarada da Teymurilərə. Göstərilənlər aiddir. 14-cü əsrin əvvəlində Kiçik Asiyada yaranıb, yəni Osmanlı, artıq bildik 1302-ci ildə. 14-cü əsrin sonunda da Bolqarıstanı tabe etmişdi. 1396-cı ildə Niqbol döyüşünü deyir. Osmanlı İmperiyası və İngiltərənin 16-cı əsr tarixinə aid oxşarlığı soruşur. Şimali Afrikanın işğal olunması, bu, yəni İngiltərəyə aidiyyəti yoxdur. Avstriyaya qarşı Fransa ilə müqavilənin imzalanması sırf Osmanlıya aid idi. İspaniya donanması məğlub edilməsi isə 1588-ci ildə məğlub edilməz armada İngiltərə məğlub edibdi. Osmanlı da İspaniya donanmasını dəfələrlə 1518-də və 1541-ci ildə məğlubiyyətə uğratmışdır.
Osmanlı İmperiyası və Teymurilərin 15-ci əsr tarixinə aid oxşar cəhəti Ağqoyun dövlət tərəfindən məğlub edilmələri. Elə A variantı düzgündür. Deməli, Teymurdan Əbu Səid gəlir, Uzun Həsənov məğlubiyyət uğradır. Osmanlı isə məğlubiyyət uğrayır Malatya döyüşündə. 16-cı əsrdə Osmanlı İmperiyası və 17-ci əsr Səfəv dövlətinin tarixinə aid ümumi cəhətdir. Deməli, burada deyir ki, Portuqaliya ilə mübarizə aparmaları. Portuqaliya ilə mübarizə aparmışdı 1569-cu ildə. A variantı düzgündür. İkinci Səlimin hakimiyyət dövrünə aiddir. İndoneziyalı müsəlmanlar deməli Osmanlıya xahiş edir ki, Portuqalları məğlubiyyətə uğratsın. A variantı Osmanlı tarixi budur. 17-ci əsr Səfəvi tarixi isə 1622-ci ildə deməli İngiltərə ilə Səfəvlərin Birləşmiş qüvvələri Portuqalları məğlubiyyətə uğradır və bundan sonra yenidən Hind okeanına çıxış əldə edirlər. Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyət dövrü üçün səciyyəvidir. 1362-ci ildən 1389-a qədər Niqbol döyüşündə qalib gəlmək Bayazda aiddir, çünki 1396-dır. Ədirlənin paytaxta çevrilməsi Murada aiddir. Bolqarıstan fəthinin başçatdırılması 1396 dedik, İldırım Bayazda aiddir. Teymurlərlə müharibənin aparılması İldırıma aiddir 1402-də. Vəqf torpaq sahibinin yaradılması isə Ərəb xilafətinə aid idi. Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyət dövrü üçün səciyyəvidir. Deməli, Misirin tabe edilməsi Səlimə aiddir. Paytaxtın Bursaya köçürülməsi Orxana aiddir. Bolqarıstan işğalının başçatdırılması Bayazdə aiddir. Sultan titulunun ilk dəfə qəbul olunması Murada aiddir. Vəqfin yaradılması isə Ərəb xilafətinə aid idi. Osmanlı ordusunda yeniçərilər kimlər idi? Yeniçərilər xüsusi hərbi məktəblərdə təlim keçirdilər. Dedik ki, xristian uşaqlar idi, yetim idilər, yəni valideynləri yox idi həmin uşaqların. Oxşardı Səfəv dövlətindəki qulamlarla. 15-ci əsrin ikinci yarısında Osmanlı dövləti hansı ticarət yollarını nəzarət altına aldı? 15-ci əsrin ikinci yarısında Avropa ilə Asiyanı birləşdirən Konstantinopolu 1453-cü ildə ələ keçirdilər. Konstantinopolda deməli həm Balkan yarımadası, yəni Avropaya doğru bir tərəfə ora düşür, bir tərəfdə Kiçik Asiya, yəni Türkiyə tərəfə düşür. Ona görə B düzgün variantdır. Kosovo vuruşmasının nəticəsində Serblər məğlub edildi. Amma burada Serblər məğlubiyyətə uğrayır, amma sui-qəsd nəticəsində elə Serblər hökmdarı öldürür. Yəni Sultan 1-ci Muradı öldürmüşdülər. Girmən döyüşünün nəticəsi Bolqarıstan Osmanlılar tərəfindən fəthi başa çatmadı. Bu 1396 Niqboliyə aiddir. Bizans Osmanlı dövlətindən asılı vəziyyətə düşdü. Burada söhbət Serbdən gedir. Serblər Osmanlılar tərəfindən ağır məğlubiyyətə uğradı. C düzgün variantdır 1371-ci ildə. Dövlətlər arasında olmuş döyüşləri müvafiq olaraq müəyyənləşdirək. Moxac döyüşü İngilis-Fransız deyil təbii ki, Osmanlılara aiddir. Macar Çexlərlə vuruşmuşdular. Serbiya ilə Osmanlı arasında Kosovo düzdür 1389-cu ildə. Osmanlı ilə Serbiya arasında Çirmən düzdür 1371-ci ildə. İspaniya ilə Fransa arasında Poitiers yanlışdır. Poitiers bir olub İngiltərə ilə Fransa arasında 1356-da. Bir də 732-ci ildə ərəblərlə franklar arasında. Osmanlı ilə Teymuri arasında deməli Ankara döyüşü 1402-də. Bu da düzdür. Cavab olur 1, 3 və 4. Y variantı düzgündür. Dövlətlər arasında olan döyüşləri müvafiq olaraq Səlcuq dövləti Dəndənəkən Qəznəlilər düzdür 5, 1040-cı ildə, mayın 23-də. Osmanlı dövləti Səfəvilərlə Niyazibad döyüşü 1683-cü ildə, bu da düzgündür. Fransa, İspaniya, Poitiers dedik, İngiltərə ilə Fransa arasında da atıram. Səlcuqlarla Bizans arasında Malazgirt düzdür. Osmanlı ilə Teymur yox, Osmanlı ilə Səfəv arasında da Çaldıran döyüşü 1514-cü ildə. Cavab 2, 4 və 5 olmalı idi, Y variantı. Sultan Süleyman qanunun hakimiyyət dövrünə aiddir. Bolqarıstan fəthinin başçatdırılması İldırım Bayazda aiddir. Belqradın tutulması amma Sultan Süleyman qanunun dövründədir. Bizans imperiyasının süquta uğradılması Mehmetə aiddir. Misirin tutulması 1-ci Səlimə aiddir. Serbiyanın Osmanlıların asılılığını qəbul etməsi isə Murada aiddir. Sultan Süleymanın hakimiyyət dövründə Konstantinopol fəth olunması Fatih Sultan Mehmetdir. Trabzon fəth olunması Fatih Sultan Mehmetdir 1461-də, Konstantinopolda 1453 idi. Misir Osmanlılara tabe olması Səlimə aid idi. Bolqarıstan fəthinin başçatdırılması 1396-da Niqbol döyüşündə Bəyazda aiddir. Fransa tacirlərindən kapitulyasiyanın imzalanması 1535-ci ildə 1-ci Süleymana aiddir. Çünki Süleymanın hakimiyyətləri 1520-66-cı ildədir.
Osmanlının 16-cı əsr tarixçisi Səciyyəvdə Ankara olmaz 1402-də 15-ci əsrə düşür. Konstantinopol 1453-də 15-ci əsrə düşür. Səfəvlərlə müharibənin aparılması 1534, 1535, 1548, 1554-də Ecə Sultan Süleyman qanununun gəlməyidir. Bundan əlavə 1514-cü ildə, bir də 1516-cı ildə də Səlimin hakimiyyət dövründə Şah İsmayıllə müharibələr aparmışdı. Kasaba 1389, 14-cü əsrə düşür. Bolqarıstan fəthi, deməli, Bolqarıstan fəthi 1396 Niqboluya düşür, yəni 14-cü əsrə. 14-cü əsrin birinci əsrində Osmanlılar neynədi? Deməli, Kipr adasını fəth etmək 16-cı əsrdə, Serblərin məğlubiyyətə uğratmaq 1371-də, Orxan Qazi tərəfindən idarə olunmaq isə 14-cü əsrin əvvəldir, çünki 1329-cu ildən 62-yə qədər hakimiyyətdə olmuşdu. Misir Suriyanı tutmaq 16-cı əsr, Gelibolu'nun fəthi 1354, 14-cü əsrin ikinci yarısına düşür. Osmanlı dövlətinə aiddir Qaraqoyunla sülh müqaviləsinin imzalanması. Belə bir şey olmamışdı. Kosovada məğlub olması xeyir qalib gəlmişdi. Serblər uduzmuşdu. Pirney yarımadasının tutulması yox idi belə bir şey. Əmir Teymurun qoşunlarını məğlub etmək yox idi. Əksinə bunlar 1402-də Ankara döyüşündə məğlub olmuşlar. Bizans imperiyasının varlığına 1453-də bunlar son qoymuşdu. Konstantinopolda fəth eləmişdi Fatih Sultan Mehmet. Osmanlı imperiyasına aid olmayan sülh müqaviləsini müəyyənləşdirək. Habsburg müqaviləsi elə burada 49-da Habsburg müqaviləsi Osmanlıya aid deyildi. 1555-ci ildə idi. Buxarest müqaviləsinə baxaq. Buxarest 1812-ci ildə Osmanlı ilə Rusiya arasında, Yassa 1791-ci ildə Osmanlı ilə Rusiya, Ədirnə yenə eyni şəkildə 1829 Rusiya ilə Osmanlı arasında, Mərət 1618 Səfəvi ilə Osmanlı arasında olmuşdur. Şərt torpaq sahibliyi formalarının tətbiq olunduğu dövlətlər. Zagir deyilsə Böyük Moğol, Xostak deyilsə Sasani, Tiul deyilsə Səfəvi, Timar deyilsə Osmanlı. Cavab olur elə burada A variantı. Yenə eyni şəkildə Timar Osmanlı, İqta Ərəb, Soyurqal, Ağqoyanlı, Zagir Böyük Moğol A-düzgün variantdır. Çaldıran və Çıldır döyüşlərinin oxşar nəticəsi Osmanlılar Ağqoyunlar üzərində yox, Səfəvi üzərində qalib gəlmişdi. Qızılbaş qoşunları məğlub olmuşdu. Ağqoyunlar Qaraqoyunlar üzərində qalib gəlməmişdilər. Osmanlı türkləri amma qalib gəlmişdi. Çaldıran 1514-də, Çıldır 1578-ci ildə baş vermişdi. Hər ikisində də Osmanlı Səfəvini məğlubiyyətə uğradır. Qızıl Ordu heç burada əlaqəsi yox idi. Ümumiyyətlə 1578-ci ildə Qızıl Ordu dövləti yox idi. 1502-yə qədər mövcud olmuşdu. Timar və Soyurqal torpaq mülkiyyət formalarına aid oxşar cəhət hər ikisi hərbi xidmət əvəzində verilirdi. C düzgün variantdır. Uyğunluğu müəyyənləşdirək. İqta ərəblərdə idi və Səlcuqlarda da var idi. 1-i götürə bilərəm. Timar Osmanlılara aiddir. 5-i götürə bilərəm. Xostak isə Sasanilərə aiddir. 6-nı atırıq. Timar dedik sırf Osmanlıya aid idi. Sasaniləri də atırıq. Səlcuqları da atırıq. İqta isə Sasanilərdə yox idi. Sasanilərdə torpaq mülkiyyət formaları ümumiyyətlə İqtanın əvəzinə Xostak idi. İlsən keçən isə Dastakert idi. Cavab olur burada 1 və 5. Deməli, Yeniçəri, Baskaq, Timar bunlar kim idi? Nə idi? Baskaq deməli olur Qızıl Orduda 3 düzgündür. Vergi yığan məmura deyilir. Yeniçəri Osmanlıya aid idi. Ona görə Qızıl Ordu məsələsini atırıq. O Yeniçəri piyada qoşun növüdür. Teymurilərə aid ola bilməz. 2-ni atıram. Timar Osmanlıya aid idi. 6-nı götürürəm. Cavab artıq məlumdur. 3 və 6 A variantı. Və təbii ki də dedik ki, nə Qızıl Orduya, nə də Teymuriyə aid deyil. 1371-ci ildə Çirmən döyüşünün nəticəsi Serbiya qoşunları məğlubiyyətə uğradı. A-düzgün variant. 15-ci əsr Bolqarıstan Osmanlı tərəfindən fəthi baş çatdırılması 1396-14-cü əsrə düşür. Konstantinopol Sərblər tərəfindən ələ keçirilməsi isə 1204-1261-ci ildə 13-cü əsrə düşür. Böyük Səlcuqun parçalanması bu dövrdə ola bilməz, 12-ci əsrdədir. Bizans imperiyasının süquta uğradılması isə 1453-cü ildə D düzgün variantı, 100 illik müharibənin başlaması 1337-dədir. Əgər baş çatması desəydi 1453 götürə bilərdik. Niqbol ilə Otluqbelin oxşar cəhəti hər ikisində də Osmanlıların qalib gəlməsi. Niqbol 1396-da, Otluqbeli 1473-də. Niqbol da Bolqarıstanı məğlubiyyətə uğradır. Otluqbeldə isə Ağqoyunları məğlubiyyətə uğratmışdır.
Osmanlıda bütün hakimiyyət sultanın əlində idi. Baş vəzir ondan sonra ikinci şəxs idi. O siyasi işlərə rəhbərlik edirdi. Dövlətin möhrü baş vəzirdə idi. Vəzirlər, bəylər, sancaq bəylər ona tabe idilər. Maliyyə işlərinə rəhbərlik edən məmura dəftərdar deyilirdi. Ali məsləhət şurası rolunu oynayan divan mövcud idi. Verilənlərə əsasən Osmanlı dövlətinin idarəçiliyi sistemi üçün xarakterik ola bilməz. İnzibati cəhddən sancaqlara bölünüb, bəli, Orxan Qazinin dövründə. Mütləq monarxiyanın mövcud olması. Mütləq monarxiya nə deməkdir? Mütləq monarxiya hakimiyyətin atadan oğula keçməsi və sırf hökmdarın qeyri-məxfi hakimiyyətə malik olması, bu da Osmanlılarda var idi. Hamı sultana tabe idi. Baş vəzirin geniş səlahiyyətlərə malik olması düzdür. Səlahiyyətləri də saydıqda siyasi işlərə rəhbərlik etmək, dövlətin möhrünü saxlamaq və s. Hakimiyyətin bölünməsi prinsipinin mövcud olması, bu ola bilməz. Hakimiyyət bölünürsə, məsələn, qanunverici, icraedici məhkəməyə bölünər. Qanunverici, məsəl üçün, bu dəqiqə Azərbaycanda qanunverici Milli Məclisdir. İcraedici prezidentdir. Məhkəmə elə məhkəmə ali məhkəmədir. Yəni burada hərənin öz vəzifəsi. Amma Osmanlı dövləti monarxiya olduğuna görə orada hər kəs sırf sultana tabedir. Qanunları da o verir, o da icra edir. Sultan tərəfindən idarə edilmək də bunlara aid idi. Osmanlı 1-ci Səlimin ələ keçirdiyi ərazini müəyyənləşdirək. Deməli, Səlim ələ keçirib məsələn biri, yəni Misiri. Ona görə ilə Y variantı düzgündür. 7-ci əsrdə Ərəb xilafəti, 16-cı əsrin birinci yarısında Osmanlının ələ keçirdiyi eyni ərazini müəyyənləşdirək. Deməli, hər ikisi 7-ci əsrdə Ərəb xilafəti Misiri, 16-da da Səlimin dövründə də yeni Misir ələ keçirmişdi deyə 61-də cavab olur B variantı, yəni 1. Bura Misirdə, Afrikanın şimal-şərqi. Daha əvvəl olmuşdu. Osmanlıların Avropa ilə Asiyanı birləşdirən ticarət yolları nəzarət altına alınması 1453-də. Avropada reformasiya hərəkatının başlaması, deməli, Avropada reformasiya hərəkatının başlaması 16-cı əsrdə idi. 1517-dən sonra başlayır. Ona görə hələ ki, ən əvvəl A variantıdır, B-ni atıram. Sultan Süleymanın Viyana mühasirə alması 1529, hələ ki, ən qədim A variantıdır. Osmanlının Zigetvar qalasını fəth etməsi 1566-da Sultan Süleyman ölən vaxtıdır. Ona görə D-ni də atıram. Ən qədim hələ ki, 1453-dür. Katolik və protestant knyazlar arasında Abusburq sazişi 1555-dədir. Elə ən qədim A 1453-cü il. Daha əvvəl olmuşdu. Bizans imperiyasının süqut etməsi 1453-cü ildə, Tudorların İngiltərədə hakimiyyətə gəlməsi 1603-cü ildə, hələ ki ən qədim A-dır. Teymur imperatorluğunun süqutu 1507-ci ildə, hələ ki ən qədim A-dır. Avropada reformasiyanın başlaması 16-cı əsrdə 1517, hələ ki ən qədim A-dır. Abusburq 1555, yenə də ən qədim olur 1453 A variantı. Osmanlıya baxaq, 14-cü əsrin ikinci yarısı. Çirmən döyüşündə Orxan Qazinin qələbə qazanması. Burada Çirmən döyüşü 14-cü ikinci yarısında olub. Amma Orxan Qazi yox, Murad qalib gəlmişdi deyə A-nı atıram. 1-ci Muradın Serbiyanın asılı hala salması ola bilər 1371-ci ildə Çirmən döyüşündə. Bursa şəhərinin 2-ci Bayezid tərəfindən fəth olunması. Bursa 1-ci 14-cü əsrin 1-ci yarısında fəth olunur. Amma burada həm də ki, Bayezid tərəfindən deyil, 2-ci Bayezid ola bilməzdi. Çünki 2-ci Bayezidin hakimiyyət illəri 1481-1512-dir. Bursanın fəthi isə Orxan Qaziyə düşür. C-ni də atıram. Qaraqoyunlu Qara Yusifin himayə edilməsi. Qara Yusif heç 14-cü əsrin, deməli, 14-cü əsrin ikinci yarısında Qara Yusif var idi. Burada onda elə D-ni də götürə bilərik. Çünki Qara Yusif 1389-dan sonra Qaraqoyunlu bəyliyinin başçısı olub. Qaraqoyunlu dövlət deyə bilmərəm. Amma Qaraqoyunlu bəyliyinin başçısı idi və Osmanlı onu himayə eləmişdi. 1394-cü ildə Bağdad döyüşü olmuşdu. Bağdad döyüşündə Osmanlı elə bir ki, bu Qara Yusiflə Sultan Əhməd Teymurlərə məğlub olurlar deyə qaçırlar, sığınırlar Osmanlının yanına. Osmanlı bunu himayə edir. Ona görə də bu məsələ 1394, 14-cü əsrin ikinci yarısına düşür. 15-ci əsrin birinci yarısı Teymurlərlə mübarizələrin aparılması 1402 düzdür. 1-ci Bayezidin Bolqarıstan birləşdirməsi 1396-da atıram. Uzun Həsənlə mübarizələrin aparılması 1-ci yarısında elə bir şey yox idi. Osmanlı ilə Uzun Həsənin mübarizə aparılması 2-ci yarısına düşür. Misal üçün 1461-ci il. Misirin tabe edilməsi isə bu da 16-cı əsrə düşür deyə cavab olur 1 B, D, 2 də A variantı. Osmanlının sırf xarici siyasətini soruşur 14-cü əsr və 15-ci əsr. Deməli, burada
Paytaxtın Bursaya köçürülməsi, bu xarici siyasətlə nə əlaqəsidir ki, bu daxili siyasətdir də. Paytaxt Bursaya köçürülməyi 14-cü əsrin əvvəlidir hətta, amma yanlışdır. Çünki daxili siyasət. Serbiyanın asılı vəziyyətə salınması 14-cü əsrdə 1371-ci il Çirmən döyüşü beyni götürə bilərəm. Bizans imperiyasının süquta uğradılması 15-ci əsrdə 1453. Orxan Qazinin hərbi islahatları isə daxili siyasətdir. 15-ci əsrə baxaq, Otluqbeyli döyüşündə qalib gəlməsi, 1473-cü ildə bəli, Osmanlı Ağqoyunlara qalib gəlmişdi. Əmir Teymurla müharibənin aparılması, Əmir Teymurla 1402-ci ildə müharibə aparılıb və bəli, xarici siyasətdir. Təbii ki, xarici siyasət deyəndə, yəni başqa dövlətlərlə əlaqədən söhbət gedir. Sultan Süleymanın Səfəvilərlə mübarizə aparması 16-cı əsrdir. Hərbiçilərə iqta torpaqlarının paylanması, xeyr, Timar idi bunlarda. Cavab olur C variantı. Hadisə nəticə əlaqələrini doğru verilib. Osmanlıların Kosovo döyüşündə qalib gəlməsi, 1-ci Muradın sultan elan olunması, xeyr, bunun nəticəsi ola bilməz. Sultan Murad deməli 60-cı illərdə sultan olub. Kosovo isə 1389-dadır. 1-ci Səlimin məmlüklərlə mübarizədə qalib gəlməsi, özünü xəlifə elan etməsi, deməli bu düzgün variantdır. Misir məmlükələri üzərində qələbə çalır, müqəddəs şəhərləri ələ keçirir, Məkkə ilə Mədinədən sonra da özünü xəlifə elan edir ki, yəni mən müqəddəs şəhərlərin başçısıyam. Çirmən döyüşündə Osmanlılar qalib gəlməsi, Viyana mühasirəyə alınması əlaqəsizdir. Çirmən 1371, Viyana 1529. Osmanlılar tərəfindən Bursa şəhərinin tutulması, Ağqoyunların Qaradənizə çıxışının itməsi heç bir əlaqəsi yoxdur. Bursanın tutulması 1326-dadır. Ağqoyunların Qaradənizə çıxışının itirməsi 1461-də Trabzon məsələsi. Ankara döyüşündə Əmir Teymurun qalib gəlməsi, Əlincə qalasının tutulması. Bunda heç bir əlaqəsi yoxdur. Əlincə qalası 1400-cü ildə tutulur. Əmir Teymurun qələbə salması 1402-dədir. Yəni bu necə nəticəsi ola bilərdi ki, həm də Əlincə qalasının Osmanlının heç bir əlaqəsi yox idi. Uyğunluğu müəyyənləşdirək. Osmanlı ordusu məğlub etmişdi. Sultan Süleymanın dövründə kimləri? Əlcəzair yaxınlığında İspan donanması 1541. A-nı götürə bilərəm. 1-ə A. Korsikanı işğal etmək istəyən Fransa ordusunu, bunu da götürə bilərəm. Amma burada Süleyman Fransaya əksinə dəstək olur deyə beyni atıram. Deməli, Macar-Çex qoşunlarını, bu da Süleymanın dövrünə aiddir. 1-ə götürürük A ilə C-ni, variantlara baxaq, görək, variantlara baxarıq. Necə? 1-ə A ilə C-ni. 2-ci Səlimin dövründə Misir məmlük yox, o 1-ci Səlimə aiddir. Atıram. İndoneziya müsəlmanları kömək üçün Portuqaliya donanmasını 1569-da B-ni də götürürəm. Muxas döyüşündə Avstriyanı, Muxas döyüşü Süleymana aiddir. Cavab olur 1AC 2B. 1AC 2B, deməli 67-də düzgün cavab olur. C variantı. 68-də baxaq. Osmanlı ordusu qalib gəlib 16-cı əsrin 1-ci yarısında və 2-ci yarısında. İndi qalibləri soruşur. 16-cı əsrin 1-ci yarısında Misir məmlükə, bəli, 1517-də Sultan Səlimin dövründə, deməli, Molla Həsən döyüşündə Səfəvi, bu 1578-dir, bu isə 1-ci yarı soruşduğuna görə yanlışdır. Muxas döyüşündə Macar-Çex qoşunlarına qalib gəlibdir, düzdür, 1526-cı ildə. Deməli, aynen C-ni götürürəm. 16-cı əsrin 2-ci yarısında Otluqbeyli döyüşündə Bayandurlu qoşunlarına qalib gəlib, düzdür, 1473-də. Portuqaliyaya 1500, amma burada 16-cı əsr dediyinə görə A-nı atıram. Portuqaliya donanması 1569 B-ni götürürəm. Zigetvar döyüşündə Avstriya qoşunlarına C-ni də götürə bilərəm. Cavab olur 1AC 2BC. 68-ci sualda cavab olmuş oldu Y variantı. Türk xalqlarının tarixinə aiddir. Xalqların böyük köçün başlaması Hunlarla başlamışdı. Ona görə biri götürə bilərəm. Kordova xilafətinin yaradılması. Kordova xilafəti İspaniya ərazisində ərəblər tərəfindən yaradıldığına görə heç bir əlaqəsi yoxdur. Bizansın süquta uğradılması 1453-cü ildə Konstantinopolun fəthi Osmanlıya aiddir. Qırmızı qaşlı üsyan isə Çinə aiddir. Xan sülaləsində. Ona görə heç bir əlaqəsi yoxdur. Cavab olur 1 və 3. 15-ci əsrə aid olanlar. Ağqoyunlu Osmanlı müharibələri. Bəli, 1473-də məsələn Malazgirt Otluqbeyli. Osmanlı dövlətinin Trabzon imperatorluğunun varlığına son qoyulması 1461-də, düzdür bu da. Osmanlı dövlətinin Belqradı tutması 1521-də yanlışdır, Amasya müqaviləsi 1555-də yanlışdır. Cavab olur 1-dən 2. 14-cü əsrə aid Amasya 1555-də Serblərin Osmanlılar tərəfindən məğlub edilməsi 1371-ci ildə 2-ni götürə bilərəm. Qəsrşin 1639-da atıram. Ədirlə Osmanlının paytaxtına çevrilməsi isə Muradın dövrünə aiddir, yəni 14-cü əsrə. Bunu da götürürəm, cavab olur 2 və 4.
Klassik feodalizmdə yaranmış türk dövlətlərinin sırf soruşur. Klassik feodalizm 11-15-ci əsrləri əhatə edir. Bir də burada diqqət etməliyik türk dövləti məsələsinə. Məsələn, Osmanlı 11-15-ci əsrlər deyilsə, Osmanlı 14-cü əsr 1302-də yaranmışdı, götürürəm. Ağxunam nə vaxt yaranmışdı? 4-cü əsrdə. Ona görə 2-ni atıram. Sacilər məsələn yaranmışdı 898-də, yəni 9-cu əsrdə, atıram. Eldənizlər Atabeylər 1136-dadır. Bunu götürə bilərəm. Qəznəli dövləti 962-ci ildə idi yaranması. Bunu da atıram. Klassik feodalizm 11-15-ci əsrdirsə 72-də cavab olur. 1 və 3. Osmanlı Sultanı 2-ci Mehmetin hakimiyyəti üçün səciyyədir. Ağqoyun dövlətinə müharibə. Bəli, 1473-cü ildə Malatya Otluq beli. Bizans imperiyasının varlığına son qoyub 1453-də düzdür. Misirin ələ keçirilməsi Səlimə aid 16-cı əsrdə. Qanunnamə adlanan qanunlar toplusu, bəli, 1476-da buna aiddir. Malatya döyüşündə qələbə qazanması isə Malatyada Osmanlı yox, əksinə Ağqoyunlu qalib gəlmişdi deyə 5-də atıram. Cavab olur 1, 2, 4. Osmanlı Sultanı 2-ci Mehmetin hakimiyyət dövrü üçün səciyyəvidir. Trabzonun fəth edilməsi, bəli, 1461-də. Əmir Teymurla müharibə ola bilməz, Bayezdə aiddir. Otluqbeylidə qələbə qazanması buna aiddir, 1473-cü ildə. Ağqoyunlularla sülh müqaviləsini imzalaması yenə buna aiddir. Çirmən döyüşündə qələbə qazanması 1371 Murada aiddir. Cavab olur 74-də 1, 3 və 4. 75-ə baxın, Sultan Səlimdən qanun üçün ümumi cəhət. Səfəviyyə müharibə, bəli, Sultan Səlim 1514-də Çaldıran müharibəsini Sultan Süleyman isə Təhmasiblə, yəni Çaldıran döyüşünü Səlim aparıb. 1534, 35, 48, 54-cü illərdə isə Sultan Süleyman Azərbaycanın yürüşlər edib Təhmasiblə müharibə aparıbdı. Ona görə biri götürürəm. Bütün Azərbaycanın ələ keçirilməsi, bütün Azərbaycanı ələ keçirməyiblər. Sadəcə Təbriz ələ keçirmişdi, məsələn, Sultan Səlim, sonra da yarımçıq çıxıb getmək məcburiyyətində qalır. Avropa dövlətlərinə müqavilənin bağlanması təbii ki də hər ikisinə aiddir. Məsələn, Sultan Süleyman Fransa ilə müqavilə bağlamışdı. Sultan Səlimdə müqavilə bağlamır, amma müharibə apardığı deməli diplomatik müqavilələr bağlayır da, Səfəvilərə qarşı bir sıra dövlətlərlə əlaqələr saxlayır və dostluq münasibətləri yaradır. Viyananın tutulması, Viyananı ümumiyyətcə tutmayıblar, necə deyim, 1529-da mühasirəyə alırlar, amma tutmurlar. Ona görə cavab 1-dən 3 olur. Osmanlıya aid hadisə nəticə əlaqələr. Anadolu Səlcuq Sultanlığının zəifləməsi nəticəsində Osmanlı yaranıb, bəli, bu düzdür. Kasova döyüşü serblərin məğlub edilməsi 1389-da düzdür. Muradın fəthləri Konstantinopol yox, bu aid idi 2-ci Mehmetə. Ankara Əmir Teymur məğlub olmur, əksinə Əmir Teymur Osmanlılara qalib gəlir. Cavab olur 1-dən 2. Osmanlı dövlətinə aid hadisə nəticə əlaqələrini müəyyənləşdirək. Elxani Qazan xanın yürüşü Anadolu Səlcuq Sultanlığının zəifləməsi. Burada 77-ci sualda biri götürə bilərəm. Düzü Osmanlı dövləti hələ yaranmamışdı Anadolu Səlcuq Sultanlığı zəifləyəndə. Amma yəni bunun yerində Osmanlı yaranır deyə, bunun da yürüşü nəticəsində Anadolu zəifləyir deyə götürə bilərəm. Nikolu Serbiya müstəqilliyinə son qoyması xeyir, Bolqarıstanın. Ankara Konstantinopol fəthinin bir müddət gecikməsi düzdür. 1402-də bu olur. 50 il gecikir 1453-də. Yəni 51 il fərq olur. Çünki Teymur Bayezdi məğlubiyyətə uğratdı. Bütün planları suya düşdü. Kasaba 1389, Bizans məğlub olmur, serblər məğlub olur. Cavab olur 1-dən 3. Osmanlı dövlətinə aid hadisə nəticə əlaqələrini müəyyənləşdirək. 78-də Nikolu Səbzənin Birləşmiş Qüvvələri məğlub olur. Bəli, düzdür 1296-da. Ankara Osmanlı məğlub olur 1402-də. 2-ci Mehmet qanunnamə qəbul edir. Dini icmaların fəaliyyəti qadağan olunur. Xeyr, burada fəaliyyəti qadağan olunmamışdı. Belə bir şey yox idi. Malatyada da Uzun Həsən məğlub edilmir, əksinə qalib gəlir deyə atıram. Osman Qazinin hakimiyyətə gəlməsi, Osmanlı dövlətinin sultan tərəfindən idarə edilməyə başlaması yox, bu Murada aid idi. 2-ci Mehmet fəth edir, Ağqoyunlular Qaradənizə çıxışını itirir, bəli, bu düzdür. Beyşəhir döyüşü 1472-ci ildə 2-ci Mehmet qələbə qazanmışdı deyir. Bəli, qələbə qazanmışdı. 3-ü götürürəm. Konstantinopolun fəthi 1453-dür, Bolqarıstan fəthi 1396 Nikolu ilə, yəni heç bir əlaqəsi yox idi. Osmanlı dövlətinə aid hadisə nəticə əlaqələrini müəyyənləşdirək. Çaldıranın Məmlük dövlətinə son qoyulması. Xeyr, Çaldıran Səfəviyindəndir. Məmlük isə Misrə aid idi. Yəni bunun əlaqəsi yoxdur. Məmlüklərin məğlub edilməsi Səlim özünü İslam dünyasının xəlifəsi elan edir. Bəli. Süleyman Səfəvi dövlətinin 1534-də yürüşü Təbrizin tutulması. Düzdür, Təbrizi tutur, amma burada çox qala bilmir. Çünki Təhmasib yandırılmış torpaq taktikasından istifadə edirdi. Moxas döyüşü Avstriya qoşunlarının qələbə qazanması. Xeyr, Moxasda Osmanlı qələbə qazanmışdı Mazar Çex qoşunlarına qarşı.
Osmanlı dövlətinə aid hadisə nəticə əlaqələrini müəyyənləşdirək. Maltepe döyüşü Bizansın məğlub olması. Bəli, düzdür, 1329-da. Süleyman Amasya müqaviləsini imzalaması 1555-ci ildə idi. Şərqi Gürcüstan Osmanlının tərkibinə daxil edilməsi yox, Qərbi Gürcüstan Osmanlının tərkibinə daxil edilmişdi. Viyananın ilk mühasirəsi 1529-dadır və 1-ci Səlim deyir, xeyr Süleyman dövrünə düşür deyə atıram. Süleyman Avropada fəthlərə başlaması Belqrad fəth olunur. Bəli, Süleyman hakimiyyətə gələn kimi 1520-də Avropaya yürüşlər edir. Belqradda 1521-də fəth olunur. Cavab olur 1-dən 4. Xristian Avropası 1-ci Süleymanı möhtəşəm adlandırırdı. Müsəlman şərqində isə qanuni adlandırırdılar. Çünki o yeni qanunlar toplusu yaratmışdı və təbəələri üçün ədalətli bir hakim kimi çıxış edirdi. Məsələn, xristianlar kəndlər haqqında qanun, onların vəziyyətini, xristian kəndlər haqqında qanun, onların vəziyyətini xristian ölkələrdəki təkimli kəndlərin vəziyyəti ilə müqayisədə o qədər yüngülləşdirmişdi ki, qonşu ölkələrin kəndləri öz ölkələrini Osmanlıya küsməyə üstün tuturlar. Verilənlərə əsasən Süleymanın xarakterik xüsusiyyətlərini müəyyənləşdirək. Deməli, deyir, qanun və qanunçuluğun aliliyinə hörmət edilməz. Təbii ki də, dedik ki, bunun qanunları yaxşı idi, hətta ona görə qanuni adlandırmışdılar. Xristian təbəələrin bütün vergilərdən azad olması, bütün vergilərdən azad edilmir. Sadəcə, yəni işləri yüngülləşir də. Bunlar müsəlman olduqlarına görə əslində digər hökmdarlar xristianlara qarşı heç də o qədər mülayim olmasalar da, Sultan Süleyman onlara, yəni ayrı-seçkilik etmədiyinə görə yaxşı idi bunun dövrü. Təbəələrin qayğısına qalırdı və onlara güzəştlər edirdi. Avropa kəndlərini təkimçilikdən azad etmək deyilən bir şey yox idi. Cavab 1-dən 3. 1526-da Moxat şəhəri yaxınlığında əsas döyüş baş verdi. Burada Osmanlılara qarşı Macar çek qoşunları vuruşurdu. Süleyman Macar süvarilərinin öz qoşunlarının ön sırasına yarmağa qəsdən imkan verdi. Lakin ön sıranın arxasında düşman qoşununa atəş atan artilleriya yerləşdirmiş. Deməli, hansı taktikadır bura qədər başa düşdük ki, Turan taktikasıdır. Kənarlarda gizləniblər, sonda ortaya çıxıb mühasirəyə alırlar. Döyüş Osmanlıların qələbəsi ilə yekunlaşdı. Verilənlərə əsasən hərbi hiylə hesabına qələbə qazandılar. Yəni Turan taktikası düzdür. Oxşardı 1071 Malazgirt döyüşündən. Eramızdan əvvəl 200-cü ildə Pinsen döyüşündən, oxşardı Axunlarda 5-ci əsrdə Ağsuvarxandan və 1605-ci ildə Səfəvilərlə Sufyan döyüşü. Süleyman dövründə ərazisi genişləndirildi. Bəli, bu da düzdür, yəni. Çünki ərazilərlə keçirirək, təbii ki, genişlənir. İlk dəfə olaraq xarici hərbi yürüşlərdə iştirak etməsi xeyr, ilk deyildi. Bundan əvvəl Belqradı tutmaq var idi. Avropanın içərilərinə qədər bəli irəliləmişdi. Hərb tarixində ilk dəfə odlu silahdan istifadə ola bilməz. Cavab, məsələn, bundan əvvəl Çaldıran döyüşündə də iştirak ediblər axı odlu silahla. Ona görə 1, 2, 4, 83-cü sualda düzgün cavabdır. Təməl əsasən doğru olanlar. Orxan Qazi, Nikbol döyüşü ola bilməz. Bu aiddir Bayezdə, 1396-da. Ankara döyüşü 1402 Bayezdə aiddir, çıxıram. Nikbol döyüşü 1396-cı ildə Bayezdə aiddir, çıxıram. Murada yox. Ankara döyüşü 1402-də Bayezdə aiddir, çıxıram. Murada yox. Sultan II. Mehmet amma 1473-də Otluqbeyli döyüşündə iştirak eləmişdi. Ona görə 84-cü sualda cavab olur sadəcə 5. İkinci Bayezdə aiddir. İspaniyadan qovulan yəhudilərə sığınacaq vermişdi. Bu düzgündür. Ümumiyyətlə, Bayezid ancaq yaxşı işlər görüb, sadəcə Venesiyalar üzərində qələbə qazanıb. Ancaq yaxşılıq edib. Misir məmlükə son qoymaq Səlimə aiddir. Səfəv ilə dostluq görürsünüz, yaxşı əlamətli götürürəm. Ankara döyüşündə Teymurilərə məğlub olmaq Bayezdə aiddir, çıxıram. Bayandurlu Sultan Yaqubla dostluq münasibətlərinin mövcud olması. Dedik ki, harada yaxşı xüsusiyyət var, götürürük 5-i də 1, 3, 5 düzgün variantdır. Böyük Səlcuqdan Osmanlının ümumi cəhətləri. Bizansla müharibə aparıb. Bəli, 1071-də Malazgirt, 1453-də misal üçün Osmanlı Konstantinopolu tutur. Konstantinopolu əli keçirməyib Böyük Səlcuq, ona görə atıram. Teymurilərlə müharibədə məğlub olması. Səlcuq heç Teymurunu görmür. Teymur 1370-də yaranıb. Səlcuq 1157-də artıq süquta uğramışdı. Xorasanın işğal edilməsi. Deməli, Xorasanın işğal edilməsi bunlara aid deyildi. Cənubi Qafqaza yürüş amma bunlara aid idi. Misal üçün 1054-də Böyük Səlcuq Rəvvadilərə, Şəddadilərə, Tiflis Müsəlman əmrliyinə hücum eləmişdi. Osmanlı isə Cənubi Qafqaza 1534, 35, 48, 54, 1514-cü illərdə, 1516-da hücum eləmişdi. Osmanlı İmperiyası Böyük Səlcuq dövlətindən fərqli olaraq Teymurilərlə müharibə edib. Bəli, 1402-də. Amma dedik ki, Səlcuq heç Teymuru görmür. Birinci Səlcuq süquta uğrayır, sonra 200 ildən sonra Teymurilər dövlət yaradır. Bizansla müharibənin aparılması, bu ikisinə dair deyə heç bir fərqli xüsusiyyət yoxdur. Konstantinopolu ələ keçirib Osmanlı, Böyük Səlcuq keçirəmir. Xorasanı işğal etməkdə bunun aidiyyəti yoxdur. Cavab 87, 1-dən 3.
Osmanlı hökmdarı Orxan Qazi və Sultan Muradın fəaliyyətinə aid oxşar cəhətdə paytaxtın dəyişdirilməsi. Bəli, Orxan keçirib paytaxtı Söyüddən Bursaya, Murad da Bursadan Ədirnəyə. Dövlətin sərhədləri genişləndirilib, çünki məntiqlə Bizansla, Balkanlarla müharibələr apardığına görə ərazidə təbii ki də böyüyər. Teymurilərlə müharibə bunların heç birinə aid deyil. Hərbiçilərə Tiyul paylanmır, Timar paylanır. Səfəvilərlə müharibənin aparılması bu dövrdə heç Səfəvi yox idi. Cavab 1-nin 288-də. Osmanlı dövlətinin 16-cı əsr tarixinə aid olan xüsusiyyətləri. Moxac döyüşündə Bizans qüvvələri məğlub edilməsi. Xeyr, Moxacda Macar çexlər məğlub olur. Portuqaliyanın mübarizə 1569-cu ildədir. İndoneziyalıların xahişi ilə düzdür. Kipr adası da eyni vaxtdadır. Həmədan yaxınlığında döyüşdə Səfəvilərin toqquşması 1535-ci ildədir, düzdür. Çirmən döyüşündə Serblərin məğlubiyyətə uğraması 1371-dədir. Sultan II Mehmet tərəfindən idarə edilməsi 15-ci əsrdədir. Cavab olur 89-da 2, 3 və 4. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid olan xüsusiyyətləri müəyyənləşdirir. Ağqoyunlu ilə müharibə aparılması. Ağqoyunlu dövləti 1468-də yaranıb. Yəni 14-cü əsrdə dövlət anlayışını görənmərik. Trabzon Osmanlıların tərkibinə qatılması. Bu da 1461, yəni 15-ci əsrə aiddir. Ədirnənin paytaxtına çevrilməsi. Bu Muradın dövrünə aiddir. Düzdür, 1362-yə. Sultan 1-ci İldirəm Bəyazıdın Bolqarıstanı tabe etməsi 1396-da götürə bilərəm. Konstantinopolun fəthi 1453-dür, 15-ci əsrə aiddir. Gelibolu 1354-dür, 14-cü əsrə aiddir. Cavab olur 3, 4 və 6. Osmanlı dövlətinin 15-ci əsr tarixinə aid olan xüsusiyyətləri müəyyənləşdirək. Malatya döyüşündə Ağqoyunlular tərəfindən məğlub edilməsi 1-i götürə bilərəm 1473-də. Misirin tutulması 16-cı əsr Səlimə aid idi. Bursanın ələ keçirilməsi 14-cü əsrdə idi, 1326-da. Konstantinopolun İstanbul adlandırılaraq paytaxta çevrilməsi 1453-cü ildədir, götürə bilərəm. Sultan 1-ci Səlimin Səfəv dövlətinə qarşı müharibəyə başlaması 1514-dədir, götürə bilərəm. Yox, götürə bilmərəm də. Burada Sultan Səlim Səfəviyyə o 16-cı əsr elədiyinə görə Trabzon fəthi isə 1461-dir. Cavab olur 1, 4 və 6. Osmanlının 14-cü əsr tarixinə aid olmayanlar. Sultan Səlimin Misrə ələ keçirilməsi. Bunu götürürüm çünki 16-cı əsrdir. Bu deyir 14-də aid olmasın. Yəni, məsələn, 16-ya aid olsun. Ədirnə paytaxta çevrilir 14-də. Ona görə bunu çıxıram. Maltepe olur 1329-cu ildə. Bunu da çıxıram 14-cü əsrə aiddir. Çünki Osmanlı Səfəvi müharibələri 16-cı əsrə aiddir. Götürürəm. İlk donanmanın yaranması. Bu da Orxan Qazinin dövründə olduğuna görə bunu da götürənmərəm. Sultan Süleymanın Belqradı tutması 1521-də. Cavab olur 1, 4 və 6. Osmanlının 15-ci əsr tarixinə aid olmasın. Bolqarıstanın tabe edilməsi məsələn 1396-da. Bir də 1370-ci illərdə də olmuşdu. Osmanlı Sultanının Səfəv dövlətinin tanınması 1504-cü ildədir bu da. Ona görə ikini də götürə bilərəm. Sarı Xatun Mehmetdən görüşür 1461 vaxtlarında. Konstantinopolun İstanbul adlandıraraq dövlətin paytaxtına çevrilməsi. Bu da 1453-dür. Trabzon 1461-dir. Səfəv hökmdarı Məhəmməd Xudabəndə ilə müharibə 1578-dən 90-a qədər müharibə davam etmiş. Cavab olur 1, 2 və 6. Orxan Qazinin hakimiyyət dövrü üçün səciyyəvdir. Paytaxt Bursaya köçür 1329 düzdür. Çünki Orxan 1326-dan 1362-yə qədər hakimiyyətdə olub. Ədirnənin fəthi, Ədirnənin paytaxta çevrilməsi Murada aiddir. Osmanlı İmperatorluğunun qüdrətinin zirvəsinə çatması Sultan Süleyman'a aiddir. Osmanlı tarixində ilk dəfə Sultan Murada aiddir. Dövlətin ərazisinin inzibatiyyətdən paşalıq və sancaqlıqlara bölünməsi Orxana aiddir. Cavab 94-də olur 1 və 5. Osmanlı hökmdarı Orxan Qazinin hakimiyyət dövrü üçün səciyyəvdir. Qaraqoyunlularla müharibənin aparılması, bu aidiyyat yox idi. Bursa şəhərinin paytaxta çevrilməsi 1329 bu düzdür. Çirmən döyüşündə qələbə qazanmaq 1371-də 1-ci Murada aiddir. Niqbolu Bayezdə aiddir 1396-da. Gelibolu 1354-də Orxana aiddir. Cavab olur 2 ilə 5. Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyət dövrü üçün səciyyəvi idi. Yəni, söhbət gedir 1362-dən 1389-a qədərki dövrə. Serbiya islahatı salınır 1371-də düzdür. Avropanın Asiya ilə birləşdirən ticarət yolları Mehmetə aiddir. Yəni,
Konstantinopol. Amasya müqaviləsinin imzalanması 1555-dədir. Heç bir əlaqəsi yoxdur. Serblər üzərində qələbə var. Dedik ki, elə Serbiyanın asılı salınması və yaxud da serblərin üzərində qələbə qazanması eyni şeydir. Ədirnənin paytaxta çevrilməsi də Murada aiddir. Cavab olur 1, 4 və 5. Osmanlı hökmdarı Muradın hakimiyyət dövrü üçün səciyyədir. Ədirnənin paytaxta çevrilməsi düzdür. Trabzon varlığına son qoyulması Mehmetə aiddir. Ermənidə serblərin məğlub edilməsi buna aiddir 1371-də. Arqonlarla müharibənin aparılması buna aid deyildi. Bolqarıstan asılı hala salınması isə demək Bolqarıstan 1370-də demir tamamilə tabe etməsi falan, müstəqiliyinə son qoyması. Deyir ki, elçi asılı hala salınıb. Cavab olur. Bu da 1370-də olduğuna görə cavab olur 1, 3 və 5. Deməli, Osmanlıda 1-ci İldırım Bayezidin hakimiyyət dövrü 1389-dan 1402-yə qədər hakimiyyətdə olmuşdu. Teymurilərlə müharibə aparıb 1402-də ilə. Trabzon fəthi Mehmetə aiddir 1461. Niqboluda qələbə qazanıb 1396-da. Bolqarıstan fəthi baş çatdırıldı 1396-da yeni Niqbolu. Konstantinopol fəthi 2-ci Mehmetə aiddir. Cavab olur 98-də 1, 3, 4. Osmanlıdan fərqli olaraq Teymurilər Səfəvi ilə müharibə. Xeyr, Osmanlı da aparmışdı da, ona görə bunu atıram. Böyük Səlcuq imperiyasının parçalanması nəticəsində yaranmışdı. Xeyr. Mərkəzi Asiyada yaranmışdı. Bu, deməli, bunu götürə bilərik. Çünki Osmanlı Kiçik Asiyada yaranır. Şimali Çin torpaqlarını ələ keçirmək. Teymurilər dövləti deyir ki, bundan fərqli olaraq bu Monqollara aid idi. Atıramın Qızıl Ordu dövlətinə qarşı mübarizədə Şirvanşahlarla müttəfiq olub Teymur. Ona görə 5-də götürə bilərəm. Söhbət yəni orada Terek döyüşündən gedirdi. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid xüsusiyyətlərini müəyyənləşdirək. Bu, 15-ci əsr aid 1453-də Konstantinopolun tutulması. 1-ci Muradın ilk dəfə sultan titulunu qəbul etməsi bu düzdür, 1362. Bursa paytaxta çevrilmişdi. Bu da düzdür 1329-cu ildə. Serblərin məğlub edilməsi 1371-ci ildə. Ərəb-İraqın işğal edilməsi isə ümumiyyətlə 16-cı əsrdə. Cavab olur 2, 3 və 4. Osmanlının 15-ci əsr tarixinə aid olan hadisələri müəyyənləşdirək. Trabzon 1461 götürə bilərəm. Teymurlərlə mübarizə 1402 götürə bilərəm. Misir məmlükin varlığına son qoyulması 16-cı əsr atıram. Habsburqlara qarşı Fransanın ittifaq 16-cı əsr Süleymana aiddir atıram. İstanbul paytaxta çevrildi 1453-də götürürəm. Maltepe döyüşü 1329-da da atıram. Cavab olur 1, 2 və 5. Cədvəldə nələrin yerini dəyişsək düzgün xronoloji ardıcıllıq alınır. Məmlüklərin məğlub edilməsi 1517 deyək, Viyanaya yürüş edilməsi 1529-da, Səfəv-Osmanlı müharibələrinin ilk mərhələsinin başa çatması 1555, demək Həmədan döyüşündə Səfəvlərin Osmanlı ordusunu məğlub etməsi 1535-ci ildə, hələ ki 3 tərsinə gəlir, Sultan Süleyman tərəfindən Təbriz ilk dəfə tutulur 1534-də. Onda biz 3-dən 5-in yerini dəyişsək, 1534-ü yuxarı qaldırsaq, Həmədan 1535 olacaq. Səfəv-Osmanlı müharibəsi də 1555-də baş çatır deyə cavab olur 3-dən 5. Cədvəldəki hansı hadisələrin yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün olur. Çaldıranda Səfəvlər məğlub olur 1514-də. Məmlüklər süquta uğrayır 1517-də. Moxac döyüşündə qələbə qazanır 1526-da. Sultan Süleyman qanunu tərəfindən idarə olunmağa başlaması amma 1520-dir. Kipr adasının fəthi isə 1569-dur. İndi ardıcılığı düşsək, burada 103-də 3 ilə 4-ün yerini dəyişməliyik ki, 1520 ilə 26 yerini dəyişsin və ardıcılıq düz olsun. 1514, 1517, 1520, sonra 1526, sonra da 1569. Xronoloji ardıcılığı müəyyənləşdirək. Kosovo 1389, Malatya 1473, Çirmən 1371, Almabulaq 1503. Birinci gələk Çirmənə 1371. Sonra Kosovo 1389. Sonra Malatya 1473-cü il. Sonra da Almabulaq 1503-cü il. Cavab olur 3, 1, 2 və 4. Böyük Səlcuqun yaranması 1038, Müqəddəs Roma İmperiyası 962, Osmanlının yaranması 1302, Sacilər süqutu isə 941, ardıcılığı düşsək 941 birinci gələr 4, sonra Müqəddəs Roma İmperiyası 962, yəni 2, sonra Böyük Səlcuq yaranar 1038-ci ildə 1, sonra da Osmanlı dövləti yaranar 1302-ci ildə 3. Cavab olur 4, 2, 1 və 3.
Xronoloji acılıq müəyyənləşdirir. Şərqi Romanın süqutu 1453-də. Abbasilərin süqutu 1258-də. Qəznəlilərin yaranması 962-də. Osmanlı 1302-də. Birinci gələk Qəznəlilərin yaranması 962. Sonra gələk Abbasilərin süqutuna 1258. Sonra Osmanlı yaransın, deməli 1302-ci ildə. Sonda da Şərqi Roma süqut eləsin, yəni Bizans 1453-cü ildə. Cavab olur 3, 2, 4 və 1. Osmanlıya aid xronoloji ardıcıllıq Çirmən 1371, Konstantinopolun paytaxtı çevrilməsi 1453, Niqbol 1396, Misirin fəthi isə deməli 16-cı əsrin əvvəlində. Ardıcılığı düşsək, birinci Çirmən gələr 1371, sonra Niqbol 1396, sonra Konstantinopolun fəthi 1453, sonra da Misirin fəth edilməsi 16-cı əsrdə idi. Cavab olur 1, 3, 2 və 4. Xronoloji acılıq Bursanın Osmanlının paytaxtına çevrilməsi 1329, Bizansın varlığına son qoyulması 1453, Əmir Teymurun Ankara döyüşündə qələbə qazanması 1402, Süleymanın Təbriz tutması 1534. Ardıcılığı qursaq, 1-ci Bursa 1329-da. Biri qoyuruq. Sonra Bizansın varlığına son qoyulmaz, hələ 1-ci Ankara döyüşü olar 1402-də. Sonra deməli Bizansın varlığına son qoyular 1453-də. Ən sonunda da Sultan Süleyman Təbriz tutar 1534-də. Cavab olur 1, 3, 2, 4. Xronoloji ardıcılıq Osmanlı Süleyman tərəfindən idarə edilməyə başlayıb 1520-də, Moxas 1526-da, Çirmən 1371-də, Konstantinopol İstanbul adlandırılması 1453-də. Ardıcılığı düşsək, 1-ci 3, 1371 Çirmən. Sonra Konstantinopolun fəthi 1453, yəni 4. Sonra Süleyman tərəfindən idarə olunur 1520-də. Sonra da Moxas 1526-da. Cavab olur 3, 4, 1 və 2. Osmanlıya aid xronoloji acılıq Konstantinopolun fəthi 1453, Avstriya ilə sülh müqaviləsi 1541-də. Sultan Səlimin Misiri tutması, deməli Misiri tutmaq 1517-də, Kipr adasının fəth olması isə 1569-cu ildədir. Ardıcıllığı düşsək, birinci gələr, deməli Konstantinopolun fəth olunması 1453-cü ildə. Deməli, 1453-də birinci qoyuruq. Sonra Sultan Səlim Misiri tutsun 1517-də. Sonra Sultan Süleyman 1541-də. Sonra da Kipr adası 1569-da. Cavab olur 1, 3, 2, 4. Fatih Mehmet, Sultan Murad, Trabzon fəth olunması aiddir Fatih Mehmetə. 1461-də. Çaldıranda qələbə qazanmaq Səlimə aiddir. Teymurilərlə müharibə aparmaq İldırım Bayezdə aiddir. Niqbolda Səlcüqlərin məğlub edilməsi isə yenə İldırım Bayezdə aiddir 1396-da. Ədirlə Osmanlı paytaxtına çevrilməsi isə Murada aiddir 1362-ci ildə. Cavab olur 1A, 2Y. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.